övladınızı sağılmış südlə qidalandırırsınızsa, yəni ona südü sağıb, yığıb sonra yedirirsinizsə, bu nüansa mütləq diqqət etməlisiniz. Belə ki, süd sağıldıqdan sonra otaq temperaturunda 3 saat qala bilər, soyuducuda 3 gün, dərin dondurucuda isə 3 aya qədər saxlaya bilərsiniz. Və soyuducuda qalan südü uşağa verməzdən öncə butulkanın içərisinə onu isti suya qoyaraq ilıqlatdıqdan sonra evladınıza verə bilərsiniz. Və eyni zamanda sağılan südü, əgər südü səhər sağmışsınızsa uşağa səhər, axşam sağmışsınızsa axşam verməyiniz məsləhətdir. Çünki axşam saatlarında ana qanında ifraz olunan yuxu gətirici hormon, melatonin hormonu süddə də olduğu üçün axşam sağan südü uşağa səhər versəniz, bu uşaqda yuxu pozğunluğuna, səhər saatlarında yataraq gecə saatında əksinə yatmamasına səbəb ola biləcəyinə görə bu nüanslara diqqət etməlisiniz. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.